Marneuli-Tbilisi marşrutu üzrə gediş haqqı artıb. Stansiya meydanına gedən marşrutun gediş haqqı 3 laridən 4 lariyə qaldırılıb. Avtovağzaldan bildirilir ki, qərar bir neçə aylıq müzakirələrdən sonra verilib. Belə ki, son zamanlar yanacaq nəqliyyat vasitələrinin ehtiyat hissələri və texniki xidmət xərcləri xeyli artıb. Qiyməti artırmamağa çalışdıq. 2-3 ay bundan əvvəl də bu barədə müzakirələr etdik, amma işləməyin bir mənası qalmamışdı. Ona görə də gərək işi dayandıraydıq. Yanacaq qiymətləri qalxdı. Hər şey bahalandı. Məcburi gediş haqqını 1 lari artırası olduq. Təkərlər, avtomobil hissələri hər birinin qiyməti qalxdı. Əgər qiymətlər ensə, biz də qiyməti endirəcəyik. 2 gündür qiymət qalxıb, yanacaq da 4 laridir. Məncə qiymətin artması normaldır. Təəssüf ki, qiymət artdı. Biz hər gün paytaxta gedib gəlirik. Qiymət artımı bizə əl vermir. Yanacaq qiyməti artıb, gediş haqqının da artmasını gözləyirdik. Marneuli-Samqori istiqamətinə gəldikdə isə bu mərhələdə mikroavtobusun qiyməti dəyişməz olaraq qalır. Gediş haqqı hələ də 3 laridir. Sürücülərin dediyinə görə hələ ki, bu xətt üzrə qiymətin dəyişdirilməsi planlaşdırılmır. Amma bazardakı iqtisadi vəziyyətdən asılı olaraq gələcəkdə bu məsələyə yenidən baxıla biləcəyini istisna etmirlər. Məncə hələ uzun zaman qiyməti artırmayacağıq. Əgər bahalaşma davam edərsə, biz də artırarıq, amma avtomobil xərcləri əvvəl 100 lari idisə, indi 500 laridir. Düzdür, yanacaq bahalanıb, lakin qiyməti artırmağı düşünmürük. Nəqliyyat tarifləri həm şəhərdaxili xəttlərdə, həm də kənd yerlərində dəyişməz olaraq qalır. İdarədən bildirilir ki, cari il üçün zəruri xərclər artıq qarşılanıb. Buna görə də hazırda bələdiyyə nəqliyyatının qiymətində dəyişiklik nəzərdən keçirilmir. Marneuli bələdiyyəsində illərdir tariflər dəyişmir. Şəhər ərazisində gediş haqqı yenə də 30 tetridir. Hələ tarifləri artırmağı düşünmürük. Kəndlərdə də gediş haqqı eyni qalır. Dəyişmirik. Əhalinin bir hissəsi mövcud iqtisadi vəziyyət və artan yanacaq qiymətləri fonunda tarif artımını məntiqi bir qərar kimi qiymətləndirir. Qiymət artımına baxmayaraq Marneuli-Tbilisi istiqamətində sərnişin axınının azalmaması da bir faktdır.